Mən danışırdım, 18 yaşım vardı, 19 yaşım vardı. Heç nə bilmirəm, nə dil bilirəm, nə heç nədən anlayışım yox. Elə bil ki, Allah gətirdi o vaxtdan elə namaza başladım, heç qoymadı ki, mən özümlə məşğul olanda, yəni necə fərdi dindarlıq eləyəm. Elə ilk gündən bir də gördüm ki, məcburam. Necə oldusa mən danışıram elə, hardan danışıram. Amma həmişə çalışdım ki, nəsə istinadım olsun. O dövrdən də yadımda deyil, nəsə öz başıma bir şey danışmayayım. Amma necə çətinliklə, bir məscid vardı şəhərdə, gəlirdim məsələn orada, həmişə bunu danışmışam. Bir dənə kitabı idi, vermirdilər onun kitabı kitabxanadan. Oradaydı, gəlirdim, şəhərdən pulum da olmurdu. Yasamaldan ayaqla düşürdüm şəhərə, oradan nəysə yazırdım, qeyd edirdim, qayıdırdım, axşam Ramazan ayında onu danışırdım. Səhəri yenə, qış vaxtları idi, soyuq filan, baxırdım.